Salam dostlar, hər birinizi yeni videomda xoş gördük. Bugünkü videomda stringlərdən danışacağıq. Gəlin başlayaq. Əvvəlcə stringi biz əvvəlki videolardan da öyrəndiyimiz kimi necə yazdığımızı bilirik. Adi bir name götürək. Məsələn, kodla Excel. Belə ola bilər və eyni zamanda yenə əvvəlki videolardan öyrəndiyimiz kimi string tipində bir dəyişəni, üzr istəyirəm, ad eyni ola bilməz. New name belə olsun. Bir dəyişəni məsələn, yenə bu formada da yazmaq olar. Heç bir fərq yoxdur. Stringin məsələn itdən fərqini müqayisəli şəkildə öyrənsək, həm intin, həm stringin yaxşı yadımızda qalması üçün. Stringdə əslində biz bunu yazmasaq da, bu biləcək ki, bu stringdir. Amma məsələn byte deyək, bir həm byte-a aiddir, həm int-ə aiddir. Məsələn, birini byte tipində göstərmək üçün 100% byte yazmalıyıq orada. Amma stringdə belə bir şey yoxdur. Çünki bu formada yazılır. Sadəcə stringdə var. Əslində stringə baxsaq, çarların birləşimini deyə bilərik. Məsələn, val surname yazaq, belə bir ad qoyaq. Məsələn, bu oldu artıq bizdə char. Charla zaten stringin yazılma fərqlərindən biri də bu yazılışdır. Bunlar haqqında məlumat vermək istədim. Məsələn, tutaq ki, sual yaranır ki bizdə. Məsələn, mən istəyirəm ki, bu adın kodla yüksəlin, birinci hərfini çap edeyim. Necə çap edərəm? Burada print eləyimiz var. Gəlin elə burada çap edeyim. Çap eləmək üçün dəyişənin adını yazırıq. Name. Dəyişənin adını yazdıqdan sonra da birinci indeks bizdə sıfırdan başlayır. Yəni əslində bu k-nın durduğu yer birinci indeksdir. Lakin kodda bu sıfır, yəni sıfırdan başlayır indekslər sayılmağa. Yəni sıfırıncı indeksi biz çap eləmiş oluruq. Eləcə də məsələn burada məsələn birinci indeks çap etsək, onu çap eləyəcək. Yəni bu formada. Tutaq ki, məsələn bu formada çap eləyə gedirik. Print eləyib bunun cavabına baxarıq. Hətta gəlin baxaq. Gözləyək, ilk printdə biraz gec olur. Gəlin biz ona qədər məsələn başqa bir şey də yazaq. Məsələn, biz gəlin 1, 2, 3, 4, 5, 5 hərfdir. Bu əslində 4-ə qədər. Gördüyünüz kimi k-nı çap elədi, sonra o-nu çap elədi. Məsələn, bu boşluğu görək çap eləyir ya yox. Bu 1, 2, 3, 4, 5, 6, 6-ya düşür, yəni 5. Gəlin görək 5 olanda bu haranı çap eləyəcək? Boşluğu çap eləyəcək, yoxsa nəyi? Gördüyünüz kimi boşluğu çap elədi. Çünki artıq burada 5 bura düşür boşluğa. İndi baxaq. Yığını çap elədi. Belə. Bunu göstərdim. Gəlin başqa bir şeyə baxaq. Məsələn, nəyə baxaq? Əlavə bir letter deyək. Məsələn, adını letters vereyim. Bir dənə məsələn sadə bir şey götürək. ABC olsun. Yazdıq və mən istəyirəm ki, bu ABC ilə name'i birləşdirim. Bunun üçün nə edirik? Yazaq val new letters bərabərdir. Nə yazarıq? Name plus okay. Letters. Gəlin çap edək. Görək nə verəcək çap bizə. Gördüyünüz kimi ikisini birləşdirdi. Məsafə də qoymaq istəsək, bura belə bir məsafə qoyarıq. Bu da birləşdirmək üçün idi. Bunu da dedik. Bir də məsələn belə bir şey də eləmək olar. Məsələn, burada bu ABC-ni mən gətirərəm. Bura yazaram. Bunu ümumiyyətlə silərəm. Gəlin görə eyni şey alınır ya yox. Gördüyünüz kimi eyni şey oldu. Bu qədər. Bunu dedikdən sonra əlavə nə deyə bilərəm? Eləcə də rəqəmlərlə birləşdirə bilərik. Məsələn, print elən yazım. Yazım name plus 1. Bunu silək. Gəlin görək nə çap eləyəcək. Gördüyünüz kimi eynisini çap elədi. İndi isə gəlin digər məlumatlardan danışaq. Stringdə istifadə olunardan. Məsələn, lines yazırıq və string line aşağı, yəni 2 dənə yazdığım yazı aşağıya düşsün. Yəni biri birinci sətirdə olsun, ikincisi ikinci sətirdə. Bu zaman bundan istifadə edirik dostlar. Bunu eləyimsə, məsələn, print eləni eləyək. Gəlin line-ı. Görək necə olacaq. Gördüyünüz kimi aşağı sətrə düşdü. Bir də əlavə olaraq bir şey demək istəyirəm. Məsələn, tutaq ki, biz bir şey yazırıq. Yazırıq ki, məsələn, val deyək, il deyək. Deyək ki, il 2025-dir. Ayımızda may olsun. May. Biz istəyirik ki, print elən il olaraq, məsələn, il sözündən, yazım il sözündən sonra bərabər qoyum 2025 çıxsın. Bu necə yazarıq? Bu dollar şayiəsini yazırıq. Yəni, dollar şayiəsini qoyuruq. Dəyişənimizin adını yazırıq, bu dəyişən adını. Və bu burada bizə çap eləyəndə, indi aşağıda çap eləyəndə görəcəyik. Və ya eləcə demək istəyirəm ki, ay olaraq, yəni bu bir çap eləmə metodudur. Mən yazdım ki, ay hansı aydır soruşum və bunu soruşandan sonra mənim yuxarıda, yəni nədən soruşum? Proqramdan soruşum. Yuxarıda yazdığım dəyişən çıxsın. Belə deyək. Bu çıxsın, may çıxsın. Gəlin baxaq. Bunu silim. Qarışmasın.
Gördüyünüz kimi il 2025, ay 2000, ay may üzr istəyirəm. Belə çıxdı. Bu əlavə bir yaxşı sərgəli cavabımızı çıxartmaq metodlarından biridir. Məsələn, normalda print ilə birbaşa, yəni həm söz, həm də cavabı çıxartmanın yoludur. İndi gəlin stringlər üzərində əlavə əməliyyatlara baxaq. Məsələn, val tekstimiz olsun və tekstimizin adı olsun hello olsun. Məsələn, bunu şey eləyək. Bu sözün uzunluğunu çap eləyək. Necə çap edirik? Yazırıq ki, text, yəni dəyişənimiz adı, nöqtə bunun uzunluğu. Uzun söz ingiliscə nədir? Əslində qoyulunca rahat bildirilir. Çünki sanki ingiliscə cümlə yazırsan. Yəni sadəcə məntiq bundan ibarətdir. Məsələn, burada uzunluğunu çap eləyəcəyik. Yəni burada cavab nə çıxacaq? 5 çıxacaq. Sonra məsələn, biz istəyirik ki, nəyək? Bu yazılmış sözün, yazılmış sözün bütün hərfləri məsələn böyük olsun. Məsələn, hello sözündəki bütün hərflər böyük çap olsun. Bunu da belə yazarıq. Bunu məsələn, yəni necə çap olacaq? Belə çap olunacaq. Sonra məsələn, mən istəyirəm ki, indi isə bütün hərflər kiçik çap olunsun. Bu nə deməkdir? Bu da deməkdir ki, artıq məsələn mən yazanda h sözündə böyüklə yazmışdım. İndi o da balaca olacaq. Belə məsələn, başqa nə var? Çox şey var əslində. Sadəcə mən yadımda qalanları belə daha doğrusu qeyd elədiklərimi deyəcəm. Məsələn, teksti yazdıq. Teksti qoyandan sonra replace yaza bilərik. Bu replace nədir? Məsələn, replace sözünü yazandan sonra mötərizəmi açıram. Ay, bu mötərizə yox. Bu mötərizə. Replace yazandan sonra məsələn, hansı hərfi istəyirəm ki, birinci h hərfini balaca h hərfi ilə dəyişim. Ya da gəlin fərqli bir şey yazaq. Balaca h söz dəyişdirək də l olsun. Böyük l hərfi ilə dəyişdirim. Bu niyə belə qızardı? Deməli dostlar, mən belə yazdım. Error verdim. Əslində bu yaxşı bir errordur. Errorları araşdıra öyrənirik. Replace-dən sonra h-nı gördüyünüz kimi string tipində vermişəm. Elini isə char tipində vermişəm. Yəni əslində bu düzgün deyil. İkisini ya stringdə verməliyəm, ya da charda verməliyəm. Belə. Burada da cavab nə çıxmalıdır? Lelo. Sonra baxaq. Replace-ə baxdıq. Gəlin bir də text nöqtə substring-ə baxaq. Substring nədir? Məsələn, 1 ilə virgül 3 yazsam. Bu nə deməkdir dostlar? Bu mənə el çap eləyəcək. Bunun qarşısına gəlin boşluq qoyaq. Buraya yazaq ki, print elin text nöqtə trim. Bu deməkdir ki, boşluqları neyəcək? Siləcək. Yəni boşluqsuz hello sözü çap eləyəcək bu mənə. Sonra məsələn, qəşəng bir dənəsi də var. Bu nədir? Məsələn, yazıram text. Nə olsun? Olsun. Nöqtəni zaten qoyuruq. Index of. Və index of hansı hərfi axtarırıqsa L hərfin. Bu niyəsə indi bu qızardı. Niyə qızardı? Çünki o hərfi böyüklə yazılmalıdır. Heç ən yaxşı söz biz yazmayın. Özü altta çıxanda onu seçin, sonra belə səhvlər ola bilər. L hərfin bizə hansı indeksdə yerləşdiyini çap elə. Bu hansı indeksdə yerləşdiyini çap eləyəcək sizcə? 0, 1, 2, 2. Niyə 2? Niyə 2 dənə L hərf var? 3-ü çap eləmir, çünki bu birincini deyir. Birincini götürmək üçündür. Amma məsələn, deyə bilərsiniz ki, mən axı sonuncunu istəyirəm. Onda nə edeyim? Onun üçün də əla bir funksiya var. Last index of. Bunda da L yazırıq. Burada artıq bizə last indeksi, yəni 3'ü verəcək. Birinci elin text nöqtə. Bu da başqasıdır. Contains. Bu nədir? Məsələn, mən buna sual verəcəm. O var bu sözdə. Cavab nədir? False. Yoxlayaq görək cavablarımızın hamısı düzdürmü? Bir yoxlayırıq. 6. 6. Mən boşluğa qoymamışdım. 5 yazmışım. Amma indi boşluq qoyduğum üçün 6 çap oldu. Hello. Hamısı böyüklə, hamısı kiçiklə. Aha, bu düz. Burada h, çap oldu. Mən səhv demişəm. O zaman mən səhv demişəm. Birinci budur. Gəlin bunu beləyək baxaq. Əslində düz demişəm. Özümdən şübhə elədim. Çünki indi izah eləyəcəm. 0, 1, eyni götürdü. 2, 3. 3'ü götürmüş. Yəni biri götürür. Məsələn, yəni biri həmişə götürəcək. Əgər bura 0, 3 yazsaq. 0, 1, L2, yəni hel sözünü götürəcək. Hel sözünü götürdü. Belə, yəni birinci yazılan götürür, sonuncu yazılanı bir əvvəl götürür. Trim, dediyim kimi hər iki tərəfdən boşluğu silir. Məndə indi boşluq yoxdur. Burada 2 çıxacaq, düzdür. Burada 3 çıxacaq, düzdür. True. Niyə true? Çünki hello sözündə o var. Biraz gülməli olub. Gəlin x yazaq. Mənim səhvimdə. Bəli, burada false çıxdı.